Salam uşaqlar. Bugün biz yeni mövzu keçirik elektromaqnit rəqsləri və dalğaları. Deməli uşaqlar, biz rəqslərdən əslində dalğalardan keçən birinci hissədə danışmışıq. Orada yaylı rəqqas, riyazi rəqqas, sonra rəqslər, orada periodun 2 dənə düsturu, omeqanın düsturları, bir də tezliyin düsturları vardı. Xatırlamaq üçün yazıram. T bərabər 2pi, n bölünsün k, t bərabər 2pi, l bölünsün j. Nüdə isə bunların tərsi nələri? Omegada isə 2p'siz. Yəni bildikdə də onları yazmıram. Bunlar yayın kütləsi, yayın uzunluğu falan idi. İndi uşaqlar, bu elektromaqnit dalğalar, yəni həm elektrik var, həm maqnit var. Elektromaqnit, yəni elektrik və maqnitin fizik qiymətləri bir-biri ilə birləşib. Yəni elektrikin fiziki qiymətləri hansılar idi? Enerji, elektrik enerjisi, bunun düsturlarını yazıram. Cu kvadrat bölünsün 2, yox, vergül, sonra C kvadratı bölünsün 2U, bir də QU bölünsün 2. Aha. Bir bu düsturlar idi. Bir də maqnitin düsturları var. Bunu da yazalım. L I kvadrat bölünsün 2, fi kvadrat bölünsün 2L, fi I bölünsün 2. Bunlar maqnitin düsturları oldu. İndi də tam enerji isə bunların bir-birinin cəmidir. Bunu bildik biz. İndi uşaqlar, elektromaqnit nə deməkdir? Həm elektrikin qiymətlərindən var. İndi elektrikin qiymətləri, uşaqlar, indi bundan sonra bunları bilmək məcburiyyətindəyik. Elektrikin qiymətləri bir enerjidir, elektrik enerjisidir. Biraz buradan yazım. Elektrik enerjidir, elektrikin qiymətləri yükdür, bir də gərginlikdir. Bu C deyil. İndi də maqnitinlər isə Wm, maqnit enerjisi, sonra cəryan şiddəti, bir də maqnit seli. Görürsünüz uşaqlar, buradan C-ni ixtisar elədim. Bax, C yoxdur burada. C-ni tutum. Buradan da L-i ixtisar elədim, induktivlik. Bunlar niyə ixtisar elədim? Yəni, bunlar bu qiymət arasında yoxdur. Niyə yoxdur? Çünki bu C buradakı heç bir qiymətdən asılı deyil. C'nin özünün ayrıca düsturu var idi, yadındadırsa. C bərabərdir, epsilon, S bölünsün D. Köynəkləri arasındakı məsafədən tərs, sahədən isə düz asılı idi, yadınızdadırsa. Burada da L. L'in düsturu. Bax, fil düsturundan L bərabərdir, fi düsturundan. Bunlar buna asılı değildi bu L. Nə fidən, nə idən asılı değildi. L'in ayrıca düsturu var, μ0 vur L. Belə bir düstur var. Yəni, ancaq bu müdən asılıdır. Bu düsturlarda, məsələlərdə istifadə eləmirikdir. Biz bəlkə yazmamışıq, qabağınıza çıxmayıb. Amma belə bir düstur var, kitabda da var. Mü vurulsun L0. Mü nədir? İçinə daxil edilmiş sarıqac və yaxud çıxardılmış sarıqac. Ancaq ondan asıldır. Burada da bu epsilon, bu C, epsilondan asıldır. Ona görə, yəni bu iki dənə kəmiyyət, bu L ilə C, buradakı bu kəmiyyətlərdən bir-birinə asılı deyil deyənə onları bunların içerisində salmırıq biz. İndi bildik ki, deməli, elektromaqnitdə elektrondan, elektrikdən götürürük WQU, yəni enerji, elektrik enerji, bu düsturlar. Sonra Q yük, U gərginlik. Amma maqnitin sahədən isə biz maqnit enerjisini götürürük bunları. I cəryan şiddəti, bir də fi. Bunu bildikmi bura qədər? Aha, indi nə edirik? Bunları silirəm. Tam enerji bildik də toplamaq lazımdır bunları bir-bir. Onu yazmıram da. İndi burada iki dənə komandaya ayrılmışıq biz. Elektromaqnitdə, belə yazıram mən. Bir də mag. Deməli, burada oldu enerji, gərginlik Q. Burada oldu enerji fi I. Uşaqlar, bunları əzbərləməlisiniz. Zaten bunların enerji düsturlarına hər şey var. Bu enerji düsturlarını yazsan 3 dənəsini. Buradan mən C-ni ixtisar eləmişəm. Bu yoxdur. Buradan nə ixtisar eləmişəm? L-i, induktivliyi. Farad, bir də Henry vahidlər. Bunlar yoxdur. Qalan bu bir komandadır, bu bir komandadır. Bunlar sanki bir-birlə düşməndir uşaqlar. Düşmən. Niyə düşməndir? İndi məsələlərdə görəcəksiniz. Desələr ki, elektrik enerjisinin
maksimum qiymətində, məsəl üçün, bax, buradan birini götürmüşəm. Elektrik enerjisi, ürəyim istədiyimi götürmüşəm. Elektrik enerjisinin maksimum qiymətində soruşsalar ki, bizdən maqnit enerjisi və yaxud sel və yaxud cəryan şiddəti soruşsa, bunun maksimum qiymətində bu sıfırdır. Bunların sıfır qiymətində bunlar maksimumdur. Qısa konkret bu cür öyrənirsiniz. Kitabda uzun uzadı verilib, amma siz belə öyrənirsiniz. Desəm ki, məsəl üçün, gərginliyin maksimum qiymətində maqnit seli nə qiymət alır? Deyirsiniz ki, sıfır. Niyə? Bax, gərginlik buradadır, maqnit seli buradadır. Və yaxud deyirəm ki, maqnit selinin maksimum qiymətində cəryan şiddəti nə qiymət alır? Deyirsiniz, maksimum o da. Axı, bir-birindən dostdular. Deyirəm, maqnit sayısı enerjisi sıfırdırsa, gərginlik nədir? Deyəcəksiniz, maksimumdur. Desəm, gərginlik sıfırdır. Q nədir? O da sıfırdır. Bu cür yadında saxlayırsınız uşaqlar. İndi bunlar harmonikdirlər. Harmonik deməkdir. Yəni sinus və ya kosinus dəyişəni ilə istifadə ediriksə, bunlar harmonik adlanırlar. Demək uşaqlar, bunlar kosinusla dəyişir. Bunlar sinusla dəyişir. İndi necə yadında saxlayırsınız? Bax, elə bu C hərfindən. Mən bunu belə yadında saxlayıram. Deməli, burada mən tutumu xaric etmişəmmi? C-ni. O xaric etdiyimdən baş hərfindən kosinus başlayır. K, kosinus. Deməli, bunlar kosinusdan dəyişir, bunlar isə sinusdan dəyişir. Yazsam ki, məsəl üçün, kosinusdan tənlik yazıram. Y bərabərdir. Y, M, kosinus, omega, T. Sonra, U bərabərdir. U, M, kosinus, omega, T. Və yaxud Q bərabərdir. Q, M, kosinus, omega, T. Biz bunları sürətdə, təcildə, yer dəyişmədə keçmişik. Yaylı və riyazi rəqqaslar üçün. V bərabərdir V, M, kosinus, omega, T. A bərabərdir A, M, kosinus, omega, T. Biz bunları yazırdıq. Və qrafiklərdə də biz bunları keçmişdik. Bir də yazıram. Kosinus olanda müəyyən bir qiymətdən başlayırdı. Sinus olanda isə sıfırdan başlayır. Sinus sıfır. Belə yadını demişdim mən sizə. Yəni, bunların indi məsəl üçün deyirəm ki, U-nun T-dən asılı qrafiki necə olacaq? U nə idi? Kosinusları idi. Niyə? Çünki U, Q, W, Y bunlar elektrikin bir ailəsi idi. Orada C-ni biz ixtisar eləmişik də. Oradan K kosinusdan bilmişik. Deməli, müəyyən bir qiymətdən başlayır. Belə bir dalğa var. Amma məsələn, burada deyirəm ki, F-nin I-dən, F-ni bilirəm ki, bu kosinusda, bu sinusdur, o bir ailə. Bu sıfırdan başlayır. Birinci və ikinci rübləri əhatə eləməlidir. Aha, amma bir istisna. İndi bunun belə 4 dənə qrafik olacaq da, bax, enerjisiz. Çünki enerji mənfi ola bilməz heç vaxt. Ona görə enerji ancaq birinci rübdə qalmalıdır, ikinci rübə çıxmalı deyil. Məsələn, mən indi həm 1, həm 2 çəkdim. Onlar olacaq deməli kosinuslarla, U-la Q, sinuslarla isə F-lə I olacaq. Diqqətlə, yəni qulaq asın, yadınızda saxlamaq daha rahatdır belə. Deməli, bunlar kosinusdursa belə olacaq qrafiklər. Bax, buradan başlayacaq. Bax, birinci rüb, ikinci rüb. Bunları isə sıfırdan başlayır, belə olacaq. Amma burada W enerji, burada W elektrik, burada W maqniti isə sıfırdan başlayacaq. Yox, buradan başlayacaq, amma birinci rüb ancaq. İkinci rübə çıxmayacaq. Çünki həmişə müsbətlər bunlar, mənfi ola bilməz. Burada da sıfırdan başlayır sinusdur, bəli, amma birinci rüb. Enerjidə ikinci rüb yoxdur uşaqlar. Yəni, çox önəmli məsələdir bu. Həmişə bundan sual düşür. Yəni, qəsdən verirlər ki, bunu görüm, ikinci rübə salırsınız, yoxsa yox. İkinci rübə qalan 2 dənə kəmiyyət, 2 dənə kəmiyyət, 4 dənə kəmiyyət ikinci rüblərdə ola bilər. Amma enerjilər, istər elektrik, istər maqnit, ikinci rübə düşə bilməz, çünki o həmişə müsbət qiymətlər alır. Enerji mənfi ola bilməz ki, heç vaxt. Nə potensial enerji mənfi ola bilər, nə kinetik enerji mənfi ola bilər, heç vaxt. Və yaxud da bunlar elektrik, maqnit mənfi ola bilməz. Aha. Deməli, uşaqlar, biz keçən dərslərdə belə şəkil çəkirdik, sizin ağlınızda qalıb yəqin ki. Burada tarazlıq vəziyyətlər, bunlar kənar vəziyyətlər idi, bunlar tarazlıq idi. Burada V idi, kinetik enerji idi, impuls idi. Bir də başqa bir komanda var idi, A idi, XM var idi, bir də potensial enerji idi. Bunları biz, qoy belə göstərim, görmürsünüz. Deyirdim ki, tarazlıq vəziyyətindən bu yana gəlirdisə, sürət böyüyür, A azalır. Yəni, bu komanda böyük olanda, maksimum olanda bu komanda sıfır olurdu, yadınızdadır da.
Bu maksimum olanda bu 0 olurdu. İndi burada da eyni ilə elənçidir uşaqlar. Deməli, U, Q, W maksimum olanda o birlər 0 olur. Fi, I, W maqnit maksimum olanda o birlər 0 olur. Yəni bunlar bir-birindən düşməndir. O biri dərslə bu dərsin çox əlaqəsi var. Amma kəmiyyətlər olaraq başqadır. Bu belə. Sonra ən birinci yazdığım o T'nin düsturları, T bərabər 2pi L bölünsün J bunlar. İndi burada da elə həmin düsturlar var, amma kəmiyyətlər yenə başqadır. T bərabərdir 2pi L C. Nü bərabərdir, bunun tərsi 1 bölünsün 2pi kökdə, xətti uzadıram, L C. Omega isə 2pi'siz. Sadəcə 1 bölünsün L C. Önemli düsturlardır. T hərfindən yadında saxlayırsınız. Bu Thomson düsturudur. Thomson. Necə ki biz T bərabər 2pi L bölünsün J, T bərabər L bölünsün J, M bölünsün K yazırdıq ha. Sonra nü ilə omega onların tərsini idi. Bunlar da eynidir. İndi orada kəlimələr başqa idi. Burada isə bax L C. Bunlar nəyə uşaqlar? İndi bayaqları mən hansıları ixtisar eləmişdim ha. Deməli maqnitdən L ixtisar eləmişdim. Amma elektrikdən isə tutumu ixtisar eləmişdim C-ni. Sanki onları oradan çıxardıb bura qoyublar. Yəni bu məntiqlə yadınıza saxlayın. Sanki o düsturlardan bunları çıxardıblar bura qoyublar. Olublar Thomson düsturu. İnsanın adı da Thomson. Onun şərəfinə bu düsturun adı Thomson düsturu verib. İnduktivlikdir. Bir də C tutumdur. İndi burada məsələn induktivliyi açsam mü L0 yazsam T müdən kök altı düz asılıdır. Burada məsələn bunu açsam epsilon S bölünsün D'dən T epsilon kök altı düz asılıdır. Yəni belə yazacaq da T asılıdır kök epsilondan, T asılıdır müdən. Bunlardan düz asılı olacaq. Nü isə tərs asılıdır, omega isə tərs asılıdır. Thomson düsturlardır. Deməli T L'dən S'dən kök altı düz asılıdır. Nü omega isə kök altı tərs asılıdır. Hələ ki uşaqlar bu qədər kifayətdir sizdən. 2 dəqiqə oldu. Yəni bu materialları öyrənirsiniz. Bundan mən sizə test verəcəm. Zaten siz onun 20 dənəsini demişdiniz ki eləyəcəm evdə. Çünki rahatda ancaq enerji istəyirdi. 21 dənə. 21 dənəsinə bilmirəm eləmişdir, eləməmişdir amma demişdiniz ki eləyəcəm. Eləməmişdirsə deməli elektromagnet dalğalar və rəqslər mövzusundan, topludan 160-dan səhifə birdən başlayırsınız. Hara qədər izah eləmişəm, ora qədər verəcəm. 53-ə qədər. Birdən 53'e kadar uşaqlar yazırsınız. İndi orada biraz materiallar qalıb. Onları da deyəcəm. Biraz materiallar qalıb. Onları da canlı şəkildə deyəcəm sizə. Yəni birinci günə kimi boş oturmursunuz. 6-cı bazar günləri bu 53 dənə testi işləyirsiniz. Sağ olun uşaqlar.